Gördüyünüz bu gözəl həyət evi Zabratda yerləşir. Zabrat bir qəsəbəsində. 5 sot yarımın içində şəxsi özünə tikili 200 kvadratlıq 6 otaqlı, tam təmirli, geniş həyəti olan bu gözəl həyət evimiz satışa çıxıb. Təbii ki, endirim real müştəri olacaq, qiymətini səbirli olun deyəcəm. Evin bütün kommunal sistemləri var, hamısının sayğacı qoyulub, istilik sistemi kombidi, bütün 2 mərtəbənin ikisində xətti hamısı çəkilib. Mərkəzi kanalizasiya sistemidir. Ev tam təmirli giryaşa evdir. Solunda geniş məsafə qoyulub, həyət üçün sanitar qovşağı da evin sol hissəsindədir. Orada 5 tonluq ehtiyat su çəni də var. O da təbii ki, satışdan sonra qalacaq. Sağında, solunda görsünüz yaşıllıq üçün yer saxlanılıb. İndi sezonu deyil, növbə-növ meyvə ağacları da var. Keçək evin içərisi ilə tanış olaq. Evimiz 6 otaqdan ibarətdir, 2 mərtəbədir. Ev kürsülüdür, 4 daş kürsüdə. Mərtəbə arası kəmər, üstündən də kəmər gedir. Bu mərmər qranit gördüyünüz hissə də istipoldur. Birinci mərtəbənin girəcəyidir. Solda geniş qonaq otağı. Sağ hissəsində TV stenti var. Qapısı yoxdur, arkadır. Buranın sanitar qovşağı sanuzeldir. Evdə 2 dənə sanitar qovşağı sanuzel var. Bu birinci mərtəbə. İstipoldur, asma tavandır. Moydadır, bütün aksesuarları var. Birinci mərtəbənin mətbəxidir. Gördüyünüz ki, mətbəx mebeli, qazı, aspiratoru satışdan sonra qalacaq. Burada bir yana yataq otağıdır. Sadəcə evdə adam çox olduğu üçün narahat eləməyək deyə çölə çıxartmırıq. Tam təmirli şəkili var. İstəyən müştəri şəkil ata bilərik. Keçək ikinci mərtəbəyə, sən öndən qalx. Ev 4 dənə kolonla tikilib, şəxsi tikilidir. Tam tamına 200 kvadratdır. İkinci mərtəbənin geniş girəcəyidir. Polu görsünüz taxtadır, kənarı apşifka vurulub. Burada kiçik uşaq otağı. Yuxarı mərtəbədə demək olar ki, hər bir otaqda dekor var. Aşağı mərtəbənin qonaq otağının yuxarısı da eyni o tipdədir. Yenə TV stenti var. Buranın sanitar qovşağı sanuzeldir. Həyət üçün də var, sadəcə keçib göstərmədik. Burada istipoldur, asma tavandır. Bir yenə yataq otağı və sonuncu yataq otağı. Qiymət 250.000 manatdır real müştəri. EBS tərəfindən indirim olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.